Xərçənglə mübarizədə müasir dünyada iki istiqamət mövcuddur. Biri rəsmi istiqamətdir, biri doğru istiqamətdir. Rəsmidə 3 üsuldur, doğruda 500 üsuldur. Sual yaranır. Niyə belə bir ağır xəstəliklə mübarizədə rəsmi protokollar cəmi 3 üsulla məhdudlaşır, baxmayaraq ki, təsdiq olunmuş və sübuta yetirilmiş, yüksək səviyyəli, hətta Nobel mükafatı laureatı olan Linus Paulingin xərçəngdə mübarizədə yüksək dozda vitamin C-nin istifadə olunması və biz də gedib onu Almaniyada, İsveçrədə görmüşük, necə istifadə edirlər. Daxil eləmirlər protokollara. Niyə və nə üçün? Burada məsələ belədir. Hər ölkədə onkoloji protokolları Səhiyyə Nazirliyi verir. Səhiyyə Nazirliyinə bunu verir Ümumdünya Səhiyyə Təşkilatı. Ümumdünya Səhiyyə Təşkilatına verir Beynəlxalq İmperialistlər qrupu. O Beynəlxalq İmperialistlər qrupuna onların indi familiyaları da var. Rothschildlər, Rockefellerlər, Oppenheimerlər, Luke, Blabel, Kuhn və digərləri var ki, onların işi gücü cəmaatı qırmaq, öldürməkdir. Və bütün bunların hamısı da bağlanır kapitalizm sisteminə. Kim izafi dəyəri mənimsəyirsə, o da hökmranlıq eləyir. Bugün planetdə beynəlxalq imperialistlər hökmranlıq eləyir və hər ölkədə onların tulaları həmən cəmaatı qırır. Ona görə də xərçənglə mübarizədə bu siyasi xəstəlikdir. Burada heç nə eləmək mümkün deyil, əgər kökündən bu sistem dəyişməsə. Əgər lazım olan valioloji tədbirlər görülməsə, əgər lazım olan öncələmək tədbirləri həyata keçirilməsə, ona görə belə çətindir. Kim bunu eləyəcəkdir? Onkoloqlar razıdırlar, onların maaş alırlar, pul qazanırlar. Başqa kimə nəyə lazımdır? Cəmaat da gedir, qırılır. Qoyunlar ət kombinatına gedəndə, öncəkilər qırılanda, arxadakılar nədir? Geri dönür, yox, onlar da elə gedir, onlar da onda qırılır. Onların ağzı nədir? Çobandan qırağa çıxsınlar.